Marneolidə Rustaveli küçəsində qətl hadisəsi baş verib. Mövcud məlumata görə 23 yaşlı gənc atasını qətlə yetirib. Hadisənin baş vermə səbəbi və digər təfərrüatları hələlik məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaq aparılır. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni 108-ci maddəsi ilə cinayət işi başlanılıb. Mən ailənin yaxın tanışıyam. Hadisə baş verəndə mənə zəng etdilər və gəldim. Nə baş verdiyini bilmirəm. Qətlin təfərrüatlarını hazırda heç kim bilmir. Yəqin ki, hadisənin bütün detallarını istintaq müəyyən edəcək. Mərhumun təxminən 50-55 yaşı var idi. Onun oğlu isə 23 yaşındadır. Hazırda bu hadisə ilə bağlı bundan artıq məlumatım yoxdur. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov rəsmi səfərlə Gürcüstandadır. O, baş nazir İrakli Qobaxidze ilə görüşüb. Təkbətək və geniş tərkibli görüşlərdən sonra tərəflər birgə bəyanatla çıxış edib. Müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalayıblar. Baş nazir bildirib ki, Gürcüstan Türkmənistanı etibarlı tərəfdaş və dost dövlət hesab edir. O vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın xüsusilə nəqliyyat, energetika, ticarət, təhsil və mədəniyyət sahələrində daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı həmçinin orta dəhlizin inkişafı və regional əməkdaşlığın gücləndirilməsinin vacibliyi də xüsusi qeyd olunub. Türkmənistan prezidenti Zati Aliləri cənab Sərdar Berdiməhəmmədovu Gürcüstanda qəbul etməkdə məmnunluq duyuram. Qeyd etmək istəyirəm ki, bu Türkmənistan prezidentinin Gürcüstana ikinci dövlət səfəridir. Belə bir ilk səfər 2015-ci ildə baş tutmuşdu. Həmin vaxt ölkəmizə cənab Qurbanqulu Berdiməhəmmədov dövlət səfəri etmişdi. Əminəm ki, cənab prezidentin səfəri Gürcüstan-Türkmənistan münasibətlərinin daha da inkişafına mühüm töhfə verəcək. Bu günü biz birgə bəyanatı, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər və qarşılıqlı anlaşma memorandumları imzaladıq. Bu sənədlər ölkələrimiz arasında mövcud olan əlaqələri daha da möhkəmləndirəcək. Cənab prezidentlə təkbətək görüş keçirmək imkanım oldu. Görüş çərçivəsində Gürcüstan-Türkmənistan münasibətlərinin əsas istiqamətləri barədə fikir mübadiləsi apardıq. Həmçinin regional və beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə etdik. Mərkəzi Asiya Gürcüstan üçün xüsusilə maraq doğuran regionlardan biridir. Bu kontekstdə biz Türkmənistana etibarlı tərəfdaş və dost dövlət kimi baxırıq. Ölkələrimiz arasında formalaşmış münasibətlər uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu isə gələcək əməkdaşlığımızın daha da inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz artıq baş nazir ilə görüşümüzü başa çatdırdıq. Dostluq və konstruktiv mühitdə müzakirələr apardıq. Təsdiq olundu ki, gələcəkdə də Türkmənistan və Gürcüstan arasında əməkdaşlıq davam etdiriləcək və hər iki tərəf bununla bağlı öhdəlik götürdü. Siyasi əlaqələri, əməkdaşlığı və diplomatik səyləri genişləndirmək barədə razılığa gəldik ki, tərəfdaşlığımız uzunmüddətli perspektivdə davam etsin. Gürcüstan Türkmənistanın əsas iqtisadi tərəfdaşlarından biridir. Türkmənistan Gürcüstanın beynəlxalq səviyyədə nümayiş etdirdiyi konstruktiv mövqeyi yüksək qiymətləndirir. Gürcüstanın müsbət inkişaf istiqamətində verdiyi mühüm töhfəni qeyd edir. Gürcüstanın baş nazirinə təşəkkürümü bildirmək və ona xüsusi minnətdarlığımı ifadə etmək istəyirəm. Bizi sevindirir ki, beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə əməkdaşlıq mexanizmləri genişlənir. Görüş zamanı münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi məsələsinə xüsusi diqqət yetirildi. Səfər çərçivəsində Türkmənistan-Gürcüstan biznes forumunda müxtəlif məsələləri, o cümlədən ticarət dövriyyəsinin artırılması imkanlarını müzakirə etdik. Bu əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Biz biznes əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm veririk. İstəyirik ki, iqtisadi əlaqələrimizi daha da şaxələndirək.
Batum Beynəlxalq Hava Limanında keçirilən birgə əməliyyat tədbiri nəticəsində Kriminal Polis Departamentinin əməkdaşları xarici ölkə vətəndaşını saxlayıblar. İstintaqın məlumatına görə saxlanılan şəxs xüsusilə küllü miqdarda narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və Gürcüstana gətirmə ittihamı ilə təqsirləndirilir. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtarış zamanı maddi sübut kimi xüsusilə küllü miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı istintaq davam etdirilir. Qeyd olunan cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Qomareti kəndində ənənəvi xalq bayramı Qomaretoba 2026 keçirilib. 2017-ci ildən yenilənmiş formatda təşkil olunan tədbir bu ildə rəngarəng proqramı ilə çoxsaylı qonaqları bir araya gətirib. Tədbirdə mərkəzi və yerli hakimiyyət nümayəndələri, kənd sakinləri, eləcə də müxtəlif bələdiyyələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Dmanisin Qomaret kəndində Qomaretoba xalq bayramı baş tutdu. Bura mənim kəndimdir. Köküm, nəslim buradandır deyə bu bayram mənim üçün xüsusilə əhəmiyyətlidir. Kəndin tarixi qədimdir. Biz hər il bu tədbiri təşkil edirik. Sakinləri bayram münasibəti ilə təbrik edirəm. Qomaret kəndində möhtəşəm bayram baş tutur. Qomareti sakinlərini xalq bayramı münasibəti ilə təbrik edirəm. Belə tədbirlər insanları birləşdirərək ənənələrimizi qoruyub saxlayır. Qomaretoba şənliyində iştirak etdim, çox bəyəndim. Dmanisliləri, Qomareti sakinlərini ürəkdən təbrik edirəm. Tədbir çərçivəsində dua oxunub. Mərasim başa çatdıqdan sonra din xadimi iştirakçılara sülh, birlik və kəndin firavanlığını arzulayıb. Bayram günündə keçmişin gözlərinə baxaraq mədəniyyətimizin, adətlərimizin qədimliyini, zənginliyini bir daha dərk edirik. Keçmişimiz bizə gələcəyimizi dərk etməkdə də yardımçı olacaq. Tədbirdə idman yarışları təşkil olundu, konsert davam edir. Qonaqlar təşrif buyurublar. Bizim qədimi Qomareti kəndində belə gözəl tədbirin baş tutması sevindirici haldır. Qol güləşində birinci yeri aldım. Adım Likadır. Qomaretoba bayramınız mübarək. Bayram proqramı çərçivəsində ənənəvi at yarışı təşkil olunub. Qaliblər simvolik hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin idmançılar gürcü güləşi və qol güləşi üzrə yarışlarda qüvvələrini sınayıblar. Qaliblərə medal və kuboklar təqdim edilib. Tədbirin ən maraqlı hissələrindən biri yerli sahibkarların hazırladığı məhsulların sərgi satışı olub. Ziyarətçilər rəsm əsərləri, əl işləri, eləcə də yerli istehsal olan şərab, pendir və digər ənənəvi məhsulları yerindəcə alma imkanı əldə ediblər. Yerli sakinlərin sözlərinə görə Qomaretoba təkcə bir bayram deyil, bu ailələri, nəsilləri və uzun illərin ənənələrini birləşdirən, kəndin həmrəyliyini möhkəmləndirən və gənc nəslə öz köklərini, mədəni irsini xatırladan xüsusi bir gündür. Qomaretoba 2026 yerli və dəvət olunmuş ifaçıların iştirakı ilə keçirilən möhtəşəm konsert proqramı ilə başa çatıb. Konsert bir daha ənənəni, mədəniyyəti və kənd bayramının özünəməxsus ruhunu bir araya gətirib. Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən film nümayişi həftəsi davam edir. Layihə çərçivəsində növbəti film nümayişi Serakvi kəndində baş tutub. Yerli sakinlər açıq səma altında filmi izləmə imkanı əldə ediblər. Film nümayişi həftəsi çərçivəsində daha əvvəl Xocorni və Xixani kəndlərində də film nümayişləri keçirilib. Növbəti nümayiş isə onlar daha da böyüyəcəklər. Abidəsinin yaxınlığındakı parkda planlaşdırılıb. Layihənin məqsədi Marneuli bələdiyyəsinin müxtəlif inzibati ərazi vahidlərində mədəni tədbirlərin əlçatanlığını artırmaqdır.